Xırdalan şəhəri Quşçuluq yaşayış massivi Nizami küçəsində xaotik vəziyyət hökm sürür. Kommunikasiya şəbəkəsi hörümçək torunu xatırladır. Elektrik naqilləri rabitə isə digər təyinatlı xətlərə qarışıb. Çox nizamsızdır, burada qayda qanunu yoxdur. Hamısı körtəbii çəkilib, başa düşürsən mi? Ona görə də bu belə olmaz. Hər istədiyi xətti çəkib, biri stolpu oradan basır, biri buradan basır. Ona görə bu gündədir. Bir dənə paycarın yangın oldu, qalacaqlar belə. İşıqlar qarışıb bir-birinə, tox bir-birinə, külək olan kimi əsir. Şünurlar qırılır, cəmaata ziyan varır, yoldan maşınlar keçir. Maşına da xəta daya bilər, ya da uşaqlara da xəta daya bilər. Düzəltsələr yaxşı olar. Bu işıq xəttləridir, bu əlavə şunurlardır, şeylərdir. Bunları səliqə ilə, səhmanla eləsələr daha yaxşı olar. Yəni hər hansı bir adam görür, ürəyində bir qorxu yaranır. Niyə sallanıb oşunur orada? Niyə belədir? Təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev deyir ki, ərazidəki vəziyyət heç bir standarta cavab vermir. Naqillərin nizamsız və xaotik vəziyyətdə olması baş verə biləcək qəza hadisələri və ya nasazlıq zamanı müdaxilə müddətini uzada bilər. Çünki hər hansısa bir naqildə baş verən nasazlıq digər naqillərə sirayət eləyə bilər və bunun nəticəsində hadisələr daha da kəskinləşə bilər. Xırdalandakı mövcud vəziyyət normalara və standartlara uyğun deyil. Çünki elektrik naqillərinin yaşayış evlərindən ara məsafəsi ilə yanaşı, öz arasında olan ara məsafəsi tələblərinə də mütləq riayət olunmalıdır. Orada olan naqillər təkcə elektrik naqilləri deyil, əsasən rabitə və digər təyinatlı naqillərdən ibarətdir. Elektrik naqillərinin təhlükəsiz istismarı normalarına, tələblərinə uyğun olaraq, elektrik naqillərinin digər təyinatlı naqillərin yaxınlığından çəkilməsi yol verilməz hesab olunur. Qurumlar isə ekspertin dediklərinin əksini söylüyor. Məsələ ilə bağlı əlaqə yaratdığımız Azərişıq Açıq Səhmdar Cəmiyyətindən cavab verildi ki, həmin ünvanda xətlər çəkilən zaman normativlər gözlənilib və qaydalara uyğun olaraq izolyasiyalı naqildən istifadə edilib. Aztelekom məhdud məsuliyyətli cəmiyyətindən isə bildirildi ki, sözü gedən ərazidə görülən işlər təsdiqlənmiş layihə əsasında və texniki normalara uyğun olaraq aparılıb. Ərazidə digər operator və provayderlər tərəfindən də xidmət göstərilir. Qeyd edilən ünvanda olan xətt və dirəklər yalnız Aztelekoma deyil, həmçinin digər operator və provayderlərə məxsusdur. İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən isə deyildi ki, telekommunikasiya haqqında Azərbaycan Respublikası Qanununun 46.6-cı maddəsinə əsasən telekommunikasiya şəbəkələrinin və qurğularının layihələşdirilməsinin, tikintisinin, təmirinin, yenidən qurulmasının, quraşdırılmasının və ya yer dəyişməsinin müvafiq dövlət və sahə standartlarına, müəyyən edilmiş norma və qaydalara uyğun olaraq aparılmaması inzibati xəta hesab edilir. Uyğunsuzluğu müəyyən etmək üçün faktiki vəziyyət müvafiq dövlət və sahə standartlarına müəyyən edilmiş norma və qaydalara uyğunluq baxımından yoxlanılmalıdır. Bəs nə üçün ərazidə xaotik vəziyyət var? Adı çəkilən ünvanı bu vəziyyətə salanlar cərmələnəcəkmi? Kimi suallarımıza isə qurumdan heç bir cavab verilmədi. Rövşən Tahir, Yalçın Rızazadə.